Salam əziz şagirdlər, sualın izahına baxaq. Verilmiş ifadədə bərabərliyin hər tərəfinə 4'ü əlavə edək. M üstəgəl 4 bərabərdir 12x üstəgəl 8 üzərinə 4 əlavə edirik. 9y üstəgəl 5 üstəgəl 4 bərabərdir 20z üstəgəl 16 üstəgəl 4. Hər tərəfinə 4 əlavə etdik. İfadəni sadələşdirək. M üstəgəl 4 bərabərdir 12x üstəgəl 8 ilə 4'ün cəmi verəcək 12. 9y üstəgəl 5 ilə 4'ün cəmi 9 bərabərdir 20z üstəgəl 16 ilə 4'ün cəmi də verir 20'ni. Ortaq vurğu mötərizə xaricinə çıxaraq, hər ifadədən m üstəgəl 4 bərabərdir 12'ni mötərizə xaricinə çıxarsaq x üstəgəl 1 bərabərdir 9'u mötərizə xaricinə çıxarsaq y üstəgəl 1 20'ni mötərizə xaricinə çıxaranda qalır z üstəgəl 1. Verilmiş ifadələr üçün bu ifadələrin bir-birinə bərabər olması üçün 12, 9 və 20'nin əkobunu tapmalıyıq. Əkob 12, 9, 20. Ədədlərdən böyüyünü 20'ni olduğu kimi köçürsək, 20, 4 vur 5'in hasili kimi yazıram. 12'inde 4 vur 3, 9 ise 3 vur 3. 12'nin içindeki 4 vuruğu var. Ona göre 4'ü əlavə eləməyəcəm. 3'ü əlavə edirəm. 9'un içində də 2'dən 3 var. 1 3 olmadığına görə digər 3'ü də əlavə edirəm. 20 ilə 9'un hasili də olur 180. Bütün ifadələri 180 ilə bərabər eləməliyik. 12 vurulsun. X üstəgəl 1 180 olmalıdır. Buradan x üstəgəl 1 alınır. 180'i 12'ye bölsək 15. X bərabər olur 14'e. İkinci ifadədə 9 y üstəgəl 1 bərabər olmalıdır 180. Y üstəgəl 1 180'i 9'a bölsək 20. 20'den də 1 çıxanda y olur 19. Üçüncü ifadədə də 20 z üstəgəl 1 bərabərdir 180. Z üstəgəl 1 bərabərdir 180'i 20'ye bölsəm 9. 9'dan da 1 çıxanda z bərabər olur 1'e. X, y, z ədədlərin cəmi x 14 üstəgəl y 19 üstəgəl z 1. 19 ilə 1'i toplasaq 20, 20 ilə 14'ün cəmi də verir. Cavab 34.